İbrahim tək qalıb tohid qəhrəmanıdır. Həzrət İbrahim əleyhissalam. Dünən oxumuşam, elə bura hazırlaşanda. Cəmaata deyiblər ki, odun qalıyın, bunu atın odunun içinə. Cəbrail əleyhissalam dayanamır, gedir, lax, bilirsən, xəbəbə ki, başın qarışıb. Sənin xəbərin yoxdur ki, bu bir dənə tohid adamı tək Allahlı zarafat elədi. İbrahim tək qalıb tohid qəhrəmanıdır. Həzrət İbrahim əleyhissalam. Dünən oxumuşam, elə bura hazırlaşanda. Cəmaata deyiblər ki, odun qalıyın, bunu atın odunun içinə. Cəbrail əleyhissalam dayanamır, gedir, lax, bilirsən, xəbəbə ki, başın qarışıb. Sənin xəbərin yoxdur ki, bu bir dənə tohid adamı tək Allahlı zarafat elədim, o da kəsib çıxardı Allah'ına. Zarafat edirəm, Allah'ın yadından çıxır. Onlardan ne üçün istihza etdiklərini soruşsan deyərlər. Bəlkə başın qarışıb. Sənin xəbərin yoxdur ki, bu bir dənə tohid adamı tək Allahlı zarafat elədim, o da kəsib çıxardı Allah'ına. Zarafat edirəm, Allah'ın yadından çıxır. Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq. De ki, Allaha, onun ayələrinə və onun elçisinə istihza mı edirsiniz? Üzrxahlıq etməyin. İman gətirdikdən sonra artıq kafir oldunuz. Allah Quran-ı Kərimdə açıq-aşkar olaraq deyir ki, mənim ayələrimlə, yəni mənimlə istehza edənlər kafirdir. İndi Hacı Şahin kafirdir yoxsa yox? Allah bunu dedi. Qoymuşam ayələri, qoymuşam öz sözünü. Deyəcəksiniz ki, zarafat eləyib də. Elə biz də deyirik də, Allahın ayələri ilə, Allahın özü ilə zarafat etmək küfürdür, küfür. İnsan müşrik olur. Hacı Şahin nəinki özü kafir, müşrik. Hətta sizi də edib. Baxın bu ayələrə də. Yəqin ki, baxdınız. Subhanallah. Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq. De ki, Allaha, onun ayələrinə və onun elçisinə istihza mı edirsiniz? Üzrxahlıq etməyin. İman gətirdikdən sonra artıq kafir oldu. Mən gedir, lax, bilirsən, xəbəbə ki, başın qarışıb.